Dostlar, hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugünkü vlogu qərar verdim ki, səhər yeməyimdən başlayım. Axır vaxtı səhər yeməndə buterbrod falan yeyə bilmirəm. Kəsimi yeyirəm, mənə daha dadlı gəlir və yüngül gəlir. Və zəhmət olmasa bu videoya like qoyun və abunə olun. Həqiqətən mənə çox xoş olar. Sizin üçün sadə bir şeydir, amma mənim üçün bu deməkdir ki, mən hər şeyi elə belə etmirəm. Doğumda nəsə çıxıb, daha doğrusu uçuqluyub. Dəhşət. Həmişə uçuqlayanda üstünə bunu vururam. Masla çaynovo derevo. Maskadan istifadə elədim. Artıq video çəkmişdim. Amma ki video silindi və indi saçımı vuracam. Bu Raventa ilə belə formadadır. 5-6 ilin saç buranıdır. Ondan saçımızı vuracağıq və sonra mağazaya. Rəyləri oxumuşdum və mənə çox insanlar yazırdı ki, həyat rutinivi çək, gün ərzində nələr edirsən, yəni sadə həyat bizə daha çox maraqlı gəlir. Mən də qərar verdim ki, maskaya qədər hər şeyi sizə göstərim. Sifariş verdiyim rolleri gördüyünüz kimi Temudan istifadə edirəm, çox bəyənirəm. Elə bil bədəndə şişkinliyim biraz da olsa gedib. Amma hamıya tövsiyə edə bilmirəm, çünki anam istifadə edəndən sonra onda ağrılar başlamışdı. Əslində yalan deməyəcəm, mən bu maskaların heç də xeyrini görmürəm, amma edirəm. Qərar verirəm ki, dəsmalı çıxarım və saçlarımı darıyım. Mənə çox maraqlıdır, siz yaş saçları darıyırsınız ya necə? Çoxsaylı istəklərə görə make-up'ı necə edirəm? Məncə qeyri-adi bir şey etmirəm. Keçən dəfə də deyirdim, indi BB krem üzümə tətbiq eləyirəm. Mənə sponjla tətbiq eləmək daha asandır. Bilirəm ki, çoxları fırçadan istifadə edir. Bu da Temudan sifariş verdiyim qaş sabitləyicisidir. Essence-dən 100 dəfə daha gözəldir. Həqiqətən qaşlarım gün ərzində tam qalır. Dəhşət o qədər də kosmetikanı sevmirəm. Məncə mən beauty blogger heç vaxt ola bilməzdim. Rəylərdə oxumuşdum ki, niyə məhz mukbang, niyə beauty yox? Ona görə ki, mən heç strelka normal edə bilmirəm. Mənim günlük makiyajım və həmişə etdiyim makiyaj budur. Gözümün altına ancaq qara karandaş tətbiq edirəm. Maksimal budur yəni. Mənə maraqlıdır, siz sadə makiyaj sevirsiniz ya abartılı və sizin üçün mənim makiyajım sadədir ya yox. Çünki kimin üçünsə ola bilər ki, tuş böyük bir şeydir. Uşaqlar, dedim səsli gəlim yanımıza. İndi saçımızı darıyırıq ya buracıyıq. Mən düzün hansısa bir qaydalarla belə deyim ki, vurmuram. Saçımın uzunluğunu soruşanlar buradandır. Oy. Baxın buradan. Talyamardan başlayır oradan. Bundan da uzun saçlarım olub mənim əvvəl. Nə nazik idi, nə də qalın. Bilmirəm, siz necə düşünürsünüz? Ukladka eləməmişəm. Keçən dəfə saçımı vurmuşam, deyir ki, sən saçıma niyə keratin eləmirsən? Niyə sən saçın belə buruqdur, pisdir? Ay xanımlar, mənim saçım baxın belədir, heç nə eləmədim. Mən ancaq fenlədim. Biraz şişkinliyi var, ifso. Yəni buna keratin eləmək mənası yoxdur. Üstəlik də keratin mən belə şeylər sevmirəm. Nəyə görə? Çünki burada ucu başlayır məsələn burulmağa, yəni öz saçdan çıxmağa. Burada da düz, yəni gözəl görsəmir. Üstəlik bildiyimə görə yaxşı bir şey deyil saça görə. Ondan sonra mən sizin yerinizə vitamin falan eləyərdim, oxuda gedərdim. Yəni baxıma, saç baxımına. İfso. Gəlin indi ukladkamızı eləyək, təxmini göstərəcəm. Bir də saç rəngimə görə deyirdilər ki, mənim rəngimdir, ya mənim rəngim deyil. Əzizlərim, açığı mən kraska bəlkə də bir ildir uca vurmuram. Halbuki burada ağaq saçlar çıxır. Yəni mən başa düşə bilmirəm mənim rəngim hansıdır. Mənim ümumiyyətlə öz rəngim həmişə ucları daha belə açıq olub. Burası tündür. Ona görə bəziləri deyir ki, tünd saçsan da buran tündür. Mənim həmişə buralara daha açıq rəng gedirdi. Ona görə uca öz saç rəngim yadımdan çıxır. Deyə bilmərəm ki, hansı saç rəngidir. Məndə ikili saç rəngi var idi də, yenə də təkrarlayıram ona görə. Yəni belə bir saç rəngi formada təxmini belə bir şey idi, yəni. Vurmağa başlayaq. Belə yandırıram. Stola da qoymaq olar, çünki belə açılır. Yəni mən rahat stola qoyuram, heç nə yanmır, heç nə eləmir. Burada stol var, yəni narahat olmayın, heç nəyi yandırmıram. Belə saçımı ayırıram, qalanları qaldırıram. Çünki oy dolaşmasın. Qeyri-adi heç nə eləmirəm əslində. Heç baxmıram ki, məsələn, hardan ayırıram.
Belə hardasa qalınlıqda götürürəm. Nə çox qalın, olur belə qalınlıqda da götürürəm. Nə çox qalın, nə çox nazik. Sonra görəcəksiniz ki, saçlarım da çox uzundur deyə biraz qalxır buranda. Ona görə çox sevirəm. Gəlin yaxşı biraz qıssın, isinsin. İndi tezləşdirəcəm videonu. Baxacaqsınız, sonra mağazinə gedəcəyik. Mənə deyirlər ki, evdən bayıra çıx. Bəziləri deyir, evdə olsan da olar. Ona görə evdən bayıra çıxaq, gedək marketə, alış-veriş eləyək. Çünki nəsə mukbang üçün də almaq istəyirəm. Kəsmiyim də qutarıb, onu da alacağım. И всё. Снова отрицал. Говорил, что его заставили признаться, что он невиновен. Bir də buruq məsəl üçün alındı, gördünüz. Mən biraz əlimdə saxlayıram ki, bu soyusun. Daha çox qalır ukladka. Qaynar mən bunu buraxsam, ukladka tez dağılır. Bilirsiniz, saçımı burmaq qərarına niyə gəldim? Çünki anamın gənclik şəkillərinə baxırdım. Gördüm saçları həmişə belə buruq olur. Sonra da o mənə dedi ki, o vaxt biozavivka etdirirmiş. Açığı mənə çox maraqlı gəldi və dedim, yox, mən də mütləq bir dəfə belə saç etməliyəm. Həm də buruqlu saçın havası tamamilə başqadır da. Özünü daha baxımlı, daha fərqli hiss edirsən. Saçımı belə görəndə elə bil əhvalım da dəyişdi. İndi də mən başa düşdüm ki, niyə anam o vaxtı saçdan bezmirdi. Belə saça görə də çox gözəl komplimentlər aldım mən. Həm Shortsda, həm TikTokda, həm Instagramda. Uşaqlar, belə bir şey alınır. Bütün saçım buruldu. İndi saçımı aşağı salıram, təmiz. Başımı daha doğrusu. Və əllərimlə açıram. O bir vaxt keçəndən sonra buruqlar daha da düşəcək. Bu qədər buruq olmayacaq, daha yaxşı görsənəcək. İndi təzə-təzə bağlamışam. Yəni belə burulur. Saçımı ya belə qaldırıram. Keçən dəfə belə qaldırmışdım və belə eləmişdim. Bu burulmuyub. İndi burarıq. Nələr ki burulmuyub görməmişəm. Bunları burarıq, все. Tak, uy. Məncə yaxşı görsənir. Yay üçün super. Deməli, indi gedirik marketə buruq saçlarımla. Deməli, burada həmən hədiyyə edilmiş sumkam, Karl Lagerfeld. Çox sevirəm bu sumçkanı. Apple Watch'ları taxdım. Heç də bu əmişəkin üstündə kaf taxdım. Və bu ayaqqabıları taxdım. Bu Stradivarius'dur. Məncə ucu geyinmək olar. 5 saat anamla gözləyirəm. Elə bir toya gedir. Neyse, uşaqlar, indi markete gedəcəm, hər şeyi sizə göstərəcəm. Uşaqlar, baxın Barbie kruşkası. Kim rozu bir rengi sevirsə. Gucci'də hətta var. Bizdə belə bir şeylər var. Artıq 14.70'dir. Çox gözəl görsən. Yəqin ki görmüşdünüz. İndi bunlar da var 14.70'ə. Belə taxtanın üstündə. Buna baxın. Stitch'dir burada. Stitch tarelka uşaqlar üçün və çaşka. Mama da belə bir şey görüb əlində. Çaşka ilə də su qabıdır. Qiyməti 18'dir, yalan demirəm. 16-18'ə. Ağı da var. Ağı da qəşəngdir. Mama belə bir tarelkanı bəyəndi. Deyir ki, bizdə iminə belə böyüklükdə yoxdur da. Bu çirk deyil, çirkdir daha doğrusu. Qırıq falan deyil. Qiyməti 3.99, 4 manatdır biri. Luminark. Bir də üstəlik bunu da bəyəndim. Çox qəşəng rəngi var. Yoxdur mama. Hə, nə var odur? Bunlar da qəşəng. 6.60'adır belə. Belə piyaloçkalar da var. 2 dənə qalıb. Mama adətən 6 dənə hər şey götürür.
Dedik götürək də uje. Bizdə Emina bu razmerdə plov üçün çatmır da, plov üstünə qoymağa. Böyüklərdən. Nə tapmışam? Arbulak mini gummy. Şeydir, jvaçkadır. Saqqız. Прикольный formadadır. Onun şokoladını Сейчас возьму. Пойдем, вот. Вот это или побольше? Лечебная трава. Сейчас что-то сварим. Давай еще такие возьмем. Потому что они острые. Raspakovkanı göstərirəm. Düzdür, mağazada göstərdim, nə almışam da. Paprika Lays. Bunu zapaslara aldım. Lays pendirli. Lays riflonlu smetan və soğan. Çox ləzzətlidir, ən sevdiklərimdən biridir. Belə piçenya duzlu. Çuda puding çok lezzetlidir, soğuk halı, super. 3 korочки, pendir ve qızıl balık, fanat, tomat acılı, prusim, smetan ve soğan, o da dadlıdır, yemişəm. Ve yine fanat, tomat acılı ve 3 tane raşinin vafılları, biri südlə, biri şokoladla, biri də limonlu. Mənim ən sevdiyim limonludur. Mən yesəm limonlu ancaq yiyirəm. Bilmirəm kimdə necədir. Yumurta ve hemen o tarelkalar 5 tane aldık. Mama dedi ki 6. üçün kaçacağım. Günde geleceğim, bakacağım ki var ya yoktu. Uzunlar ay mama. Tak, qara çoldar baton belə çörəkdir. Onlar özləri pişirirlər deyə mən çox sevirəm. Axırı vaxtı bilmirəm, amma nədənsə mənim o sevdiyim çabatı bəyənmirəm. Kəsmik. Bu Dağıstan pendiri, ən dadlı pendirlərdən biridir. Yaxında göstərdim sizə, yaxında. Garnier bu mama üçündür. Və Sklatın bu diş macunu. Deməli çıxdı məndə 64-76. Məncə superdir. Yəni abur-cubur ən çox alındı, düzdür, amma belə. Kuryer gəldi, indi qapını döyüb reklam üçün. Bunlar pendir çubuqlarıdır, krevetka tempuradır. Bunlar kalmar ve soğan halqaları olmalıdır. Burada da soslar ve burada Sezir salatları 2 dənə. Yəni çox super qiymətə 39.90-a, yəni bu qədər yemək. 2 dənə Sezir də var. Dino sushi'dir, Dino box'dur bunun adı. Və üstəlik mama çıxardır. Belə Sezir sushilər. Bu da hotlar. Mama mənə kömək edir. Bu hot deyil. Bu nədir onu? French fries'dir. Kartoşka free. Hələ üstəlik içki və
Və mama var. Burada daha iki dənə idi kartoşka fri və bu. Və sonra oy, wow, suşilərin gözəlliyinə. Dino həmişə kimi möhtəşəm. Mama. Bunlar da həmişə kimi içir. Bu qədər yeməyi təsəvvür eləyin. Cəmi 39.90-a. Məncə superdir. Əladır. Sezirlərinə vuruldum. Özdəki görün necə suxari qoyublar. Mən belə şey sevirəm. Çox gözəl ediblər. Dadına baxıb deyəcəm, amma onlardan əminəm. Temudan bağlamalarım gəlir. Hamısını əynimdə göstərəcəm. Dedim bir-bir belə göstərim. Bütün hamısı mənimdir. Hələ də var. Orada da deyəsəm daha çox mamanın olacaq. Bilmirəm. Belə atlas şal var. Kariçevi rəngində. Bu il atlas dəbdədir, bilirsiniz. Çox gözəl görsənir. Materialı superdir. Evdəkindən daha başqadır. Bunu çölə almışam ki, çölə geyinim. Yəni belə görsənir. Bu belə. Bu belə. Kablukda ayaqqabı aldım özümə. Dedim, orada şkafımda boş yer qalmışdı. Dedim ki, almışam. Ora əlavə eləməyə. Belə kabluklardır. Burada bantik şirin. Kabluku da belədir. Bilmirəm, mənim ayağımda necə görsənəcək, göstərəcəm sizə. 39 geyinirəm. Bu 40 göndəriblər mənə. Niyə 40 göndəriblər? Bəs mən 39 zakaz eləmişdim. İnşallah çox böyük olmaz. Nə olar? Ay. Nəysə. Mən 39, özü mənim ayağım 38-dir. Barmağıma görə, ayağımın iriliyinə görə həmişə bir razmer böyük alıram. Ki mən o qədər da ağrıtmasın. Belə mayiçka, burada V-obrazlıdır və burada dardır deyəsən. Bəli. Amma qolları boşdur futbolka kimi. Göstərəcəm əynimdə. Belə başa düşmək olmur. Onsdakı. Bu il belə Aladin şalvarlar çox dəbdədir. Deyəsən mən bunu bəyənməyəcəm. Ya bəyənəcəm, bilmirəm. Baxarıq. Belə Aladin şalvarlar. Əynimdə göstərəcəm. Və eynən həmən qara futbolkanın ağını aldım. Bu il kariçevi ilə ağ rəng, yəni qəhvəyi ilə ağ rəng çox dəbdədir. Görürsünüz, burada zborkası var rezində, yığılma. Və belə mayiçkadır. Burada da V-obrazlıdır. Qıraqları da belə yığılmadır. Figuraya olmalıdır. Yəni konkret figurka deyil. Və burada enzim maya pudra almışam. Azərbaycan dilində bilmirəm nədir. Enzim pudra. Ki onu suya belə batırırsan və üzüvü yəni yuyursan da ondan oxuya bilərsiniz. Qara nöqtələrdən yaxşı kömək eləyir. Bilmirəm necədir. Amma istifadə edib deyərəm. Yodosmo. Dəyərli mənim izləyicilərim, bu axırıncı kadrdır. Mən sizə təşəkkürümü bildirmək istəyirdim ki, axıracan izlədiniz və burada eynəyimi göstərirəm, hansın ki Trendyoldan sifariş vermişdim. O birsilər məndə qırılıb qulpu, ona görə. Bu eynəyə görə məndən çox insanlar soruşmuşdu. Bəli, bu eynək Trendyoldandır.